Yaxın Şərqdə siyasi gərginlik getdikcə yüksəlir. İsrailin İrana qarşı hərbi müdaxilə planlarını rəsmi şəkildə Vaşinqtona təqdim etməsi bölgədə təhlükəli bir mərhələnin başlandığını göstərir. The New York Times-ın yaydığı məlumata əsasən İsrail Baş naziri Benyamin Netanyahu aprelin 7-sində Amerika Birləşmiş Ştatları prezidenti Donald Trumpla görüşü zamanı bu planları Ağ Evə təqdim edib. Trumpın bu reaksiyası isə Vaşinqtonun mövqeyini ortaya qoyur. Belə ki, Ağ Ev rəhbərinin mən bunu təxirə saldığımı deməzdim, amma bunu etməyə tələsmirəm açıqlaması bir tərəfdən ehtiyatlılığı əks etdirir, digər tərəfdən isə hərbi variantın tamamilə istisna edilmədiyini göstərir. İsrailin təzyiqlərinə baxmayaraq Trump administrasiyası İranla olan gərginliyi siyasi və diplomatik yolla həll etməyə üstünlük verir. Qeyd edək ki, Amerika Birləşmiş Ştatları İran arasında Omanda başlanan danışıqlar əsasən iki istiqamət üzrə aparılır. Nüvə proqramına nəzarət və iqtisadi sanksiyaların yumşaldılması. Növbəti günlərdə texniki səviyyəli nümayəndə heyətləri arasında yeni görüşlərin keçirilməsi planlaşdırılır. İran tərəfi də diplomatik prosesə açıqdır. Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai bugün keçirdiyi brifinqdə bildirib ki, növbəti danışıqlar mərhələsi Maskatda keçiriləcək. Onun sözlərinə görə danışıqlar nüvə məsələləri və sanksiyaların ləğvinə həsr ediləcək. Nazir Amerika Birləşmiş Ştatlarının tətbiq etdiyi sanksiyaları qanunsuz adlandıraraq onların aradan qaldırılması istiqamətində İranın diplomatik səylərini davam etdirəcəyini vurğulayıb. İran xalqına qarşı tətbiq edilən qeyri-qanuni sanksiyaların ən qısa müddətdə ləğv edilməsi üçün şübhəsiz ki, bir an belə tərəddüd etməyəcəyik. Bu məsələdə biz tamamilə ciddiyik. Avropa ölkələri qərar verməlidir. Bu prosesdə konstruktiv rol oynayaraq danışıqlarda mövqeylərini bərpa etmək istəyir, yoxsa qeyri-konstruktiv aktor kimi çıxış edəcəklər. Növbəti danışıqlar raundu Maskatda keçiriləcək. Bu çərçivədə həm texniki səviyyədə görüş, həm də şənbə gününə planlaşdırılan yüksək səviyyəli müzakirəçilər arasında görüş baş tutacaq. Qərb kəşfiyyat mənbələrinin yaydığı məlumata görə İsrail artıq hərbi planlarını yenidən gözdən keçirib və necə deyərlər, uyğun zaman pəncərəsini gözləyir. Amerika Birləşmiş Ştatlarının isə bu prosesdə birbaşa iştirak etməyəcəyi, amma logistik dəstək vermə ehtimalını açıq saxladığı bildirilir. Məlumatlara əsasən danışıqlar nəticəsiz qalar və diplomatik masa dağılarsa, sentyabr ayına qədər bölgəni sarsıdacaq bir əməliyyat reallaşa bilər. Bu ssenarinin fonunda 2018-ci ildə Donald Trumpın İranla imzalanan nüvə sazişindən birtərəfli şəkildə çıxmasının yaratdığı fəsadlar da xatırlanır. Həmin razılaşma çərçivəsində Tehran uranın zənginləşdirilməsini məhdudlaşdırmalı, bunun əvəzində isə iqtisadi sanksiyalar ləğv olunmalıydı. Lakin Trumpın qərarı ilə diplomatik tarazlıq pozuldu və tərəflər arasında etimad bərpa olunmadan indiyədək davam edən qarşıdurma mühiti yaratdı.